İslam ümmətinin arasında bir dəstə insanlar var. Adı müsəlman olsa da, namaz qılsa da, həccə getsə də, Quran oxusa da, onlar həmişə İslama böyük zərbələr vurublar. Hətta onların vurduğu zərbəni heç kafirlər belə İslama vura bilməyiblər. Təəccüb eləyərsiniz. Deyirsiniz ki, necə yəni? Namaz qılar, məscidə gedər, həccə gedər, oruç tutar, Quran oxuyar, amma İslama elə zərbə vurar ki, kafirlər heç o zərbəni vurmayıblar. Bəli. İnanmırsınız? Qulaq asın. Bunlar kimlərdir? Bunlara İslam tarixində xavaric yaxud da təkvirçilər deyirlər. İslam ümmətinin arasında o qədər bunlar zərbələr vurublar ki, İmam Zaman əleyhissalamın zuhurundan qabaq əleyhissalam onlar yenə də baş qaldıracaqlar, müsəlmanları qətli am eləyəcəklər. Bunların işi düşmənlə yox, kafirlə yox, sehyonistlərlə yox, bunların işi ancaq elə daxili müsəlman möminlərin qanın tökmək olacaq. Bunların tarixi qayıdır ilk növbədə elə bizim Peyğəmbərin öz dövrünə. Bəli. Fikirləşməyin Peyğəmbərin arxasında namaz qılanlar, onunla hətta döyüşə, müharibəyə gedənlər hamısı pak təmiz insanlar oldular. Xeyr. Onların arasında xavaric təfəkkürlü insanlar olublar. Sonra onlar bizim ağamız, mövlamız İmam Əli əleyhissalamın zamanında baş qaldırıblar və onları İmam Əli əleyhissalam qətlə yetirib, özü də elə bir söz deyib ki, fitnənin gözü mən çıxartdım. Bu cümləni imam ancaq orada deyib. Deyəcəyəm sizə. Bunlar hansı xüsusiyyətləri var? Baxın. Bunların birinci xüsusiyyəti budur. Bunlar özlərindən başqa heç kəsi təmiz müsəlman hesab eləmirlər. Qalan müsəlmanların hamısını saxta, kafir, müşrik, qanı, canı, malı, namusu halal hesab edirlər. Ancaq özünü pak, təmiz müsəlman bilirlər. Çox təəccüblüdür. Bunların işi o yerə çatır ki, bunlar Peyğəmbərə də beləsinə saf tuturlar. İnanmırsınız? Xavariclərin rəhbərlərindən olan ən tanınmış insanların həyatına baxın. Mən iyisi üçün deyirəm. Bunların rəhbəri var idi, Hərqus İbni Züheyr. Zussudiyyə ləqəbi ilə tanınır. Əhl-i sünnə alimləri də, Şiə əhl-i beyt alimləri də onun haqqında danışıblar. Deyir, bu adam zahirdə müsəlman idi. O qədər ibadət edirdi. Peyğəmbərin sahabələri onun ibadətindən təəccüb edirdilər. Gəlib Peyğəmbərə deyirdilər ki, Peyğəmbər, Allahın salamı olsun ona və əhl-i beytinə, bunun bir səninlə namazı var. Bu gecə gündüz ibadətdədir. Bilirsiniz, hansı ibadət edənlərdən idilər? Bunlar alınlarında iz olan, sadə dinlənisi, alınları pinə bağlayan, səcdə eləyən, Quranı əzbər bilən adamlar olublar. Amma bunların oxuduğu Quran buradan o tərəfə keçmir. Belə özləri o Qurana başa düşüb əməl edə bilməyiblər. Kimdir bu Zussudiyyə? Peyğəmbər döyüşlərinin birində təsəvvür edin. Döyüşdən əldə olunan qənimətləri bölür, əskərlərə pay düşür də zəhmət çəkiblər, gəliblər. Qənimətdən əskərlərə pay verəndə Peyğəmbər bölür də bu. Bu adam gəlib Peyğəmbərə nə desə yaxşıdır cəmaatın arasında. Ədalətli ol, ey filan kəs. Estağfurullah Rabbi və tuğ ilə. Təsəvvürlə bir adam nə qədər, üzr istəyirəm ifadəmə görə, həyasız ola, Allahın yer üzərində olan ən böyük yaratdığı varlıq, aləmlərə rəhmət olan Peyğəmbərə ki, Allah Quran-ı Kərimdə onun canına and içir. Quran-ı Kərimdə. Gəlib ona deyə ki, ey filan kəs, özdə ad çəkə-çəkə çobudcasına. Deməyə Allahın elçisi, bizim böyümüz, rəhbərimiz, ədalətli ol. Peyğəmbər görün cavabında ona nə deyir? Vay olsun sənə, kim mənim kimi ədalətli ola bilər? Bu zaman ikinci xəlifə Ömər qalxdı ayağa, qılıncını çıxartdı Peyğəmbər. İcazə ver elə burada onun başını kəsin, həyatına son qoyum. Peyğəmbər icazə vermədi. Bu nə? Nişapuri Əl-Kəşf və Bəyan kitabında və o cümlədən İbn Kəsir təfsiri Quran-ı Əzim kitabında və bizim də tarixçilər Məcmuəl Bəyan təfsirində qeyd ediblər. Görürsünüz bu adamları? Namaz qılır, səcdə eləyir, Quranı əzbər bilir. Peyğəmbərin sahabələri onun səcdəsinə təəccüb edir. Bu adam bu qədər namaz qılır, ibadət edir. Amma bu adam Peyğəmbərə belə səhv axtarır. Peyğəmbərdə səhv axtarır. Bunlar zahirdə bunları dindar görərsən. Bunların saqqalı olar. Bunların dindarlığı ancaq sözdə olar. Əməldə isə bunlarda dindarlıq yox, cinayət, qətl,
ən ağır cinayətləri bunların əlindən gələr. Bəli. Yəni olsun dindardır. Deyəsən, ay namaz qılandır. Müsəlman yəni nə? İnsanlar onun canından, insanların malı canı ondan nədir? Amandadır. Amma görərsən yanında bir dənə cinayət törətdi. Deyərsən, ilahi pərverdigara. Bundan daha qatı cinayətkar var. Baxmayaraq ki, zahirdə dindar görsənirlər. Tez-tez Quran ayələri oxuyurlar. Hər sözündə sənə bir ayə çəkər. Hər dediyinə ayə Qurandan sitat gətirər. Amma sonra görərsən, elə Quran ayəsi oxuya-oxuya baş kəsir. Özdə kimin başın? Uşaqların başını kəsir. İnanmırsınız, deyəcəm sizə tarixi faktlarını. Baxarsınız bugün Suriyaya görərsiniz. Bunların ardıcıları da həmin adamlardır. Bunlar quru müqəddəs, üzr istəyirəm, tarixdə alimlər və hədislər, kütbeyin, sadəlöv və ən ağır cinayəti eləyənlər olublar. Bunlara ad qoyulub, bunların ibadəti imansızdır. Quranı düzgün başa düşməzlər. Quran-ı Kərimin ayələrini öz istədiyi kimi yozarlar. Təbir eləyərlər, təvil eləyərlər. O Quran ayəsi isə ona aid deyil. O həmin ayəni baş yerdə oxuyarlar, yerində oxumazlar. Sadə nümunəsini deyim sizə. Bütün müsəlmanlar Quran-ı Kərimə əsasən ayələri oxuyurlar, Fələstinə kömək eləyin. Bunlar həmin ayələr ki, Fələstin üçün 50 mindən çox qırılan müsəlman əhli sünnə bacı qardaşlarımız üçün oxunmalıdır. O ayələri Fələstin üçün oxumazlar. Amma Suriyada evlərə girib, Şiyə, Ələvi, hətta əhli sünnə qardaş, xristiyan kilsələrə girib o Quran ayələrini oxuyub baş kəsərlər. Səhih Buxari, İbn Teymiyyənin Məcmuul Fətava baxa bilərsiniz. Bunlar Quranı zahirdə oxuyarlar öz məqsədləri üçün. Çox səthi nicərdirlər. Çox səthi baxışları var. Çoxları Quranı əzbərləyərlər. Amma həmişə baxışları ziddiyyətli olar. 3. Düşmənin fitnəsinə həmişə maşa olarlar. Düşmən bunlardan istifadə edib fitnəni qaynadar. Bunlardan istifadə edib müsəlmanları məğlub eləyər. Necə? Siffin döyüşündə Muaviyə ilə İmam Əli İslamın apardığı müharibədə, müharibənin sonunda qələbə ilə müharibə bitirdi. Muaviyənin xeyməsinə malikəşlər çatmağa bir neçə metrə qalmışdı. Əmrasa yalvarır, Əmras, tez elə. Daha işimiz bitdi. Əmras deyir ki, tez elünə, əmr verin. Orduda nə qədər Quran var, yıxsınlar. Nə Quran gəldi, çatdı, mən deyirəm də Quranları yığın. Hiləgər Əmrasın əmri ilə bütün Quranları yığırlar, orduda deyirlər, salın, taxın nizələrə, qaldırın göyə, deyir, biz müsəlmanıq. Neçə aydı vuruşan müsəlmanlar, Həzrət Əli İslamla, Hafiz-i Quran, Natiq-i Quran, Zülfüqar qılıncının sahibi ilə döyüşə gələnlər Quran nizəyə taxılanda deyirlər, yox, biz vuruşmuruq. İmam deyirəm, davam eləyin. Bunlar o günə qədər Qurana gəlmirdilər bizim dinləndisi. İmam əvvəldə nə qədər Quran ayəsi bunları oxuyub. Bu Muaviyyənin hiləsi də Əmrasın hiləsi. Yox, bunlar heç birinə qulaq asmadılar. Məcbur elədilər, imamı dedilər, səni burada öldürərək əmr ver. Onlar Quran taxıb nizəyə, onlar müsəlmandır. Bu hilə ilə aldandılar, döyüşü dayandırdılar. Neyniyək? Biz tərəfdən, o tərəfdən 2 nəfər geçsin, danışıq eləsinlər. Orada da imamın sözünə qulaq asmadılar. Sonra özləri ki, döyüşü dayandırmışlar, təzdən imama qılınc götürüb hücum çəkdilər ki, dur, Muaviyyə ilə təzdən müharibə eləyək. Müharibəni özləri dayandırıblar, ordunu parçalayıblar, Muaviyyə ilə Əmras güclənib, imam dedi ki, gedək müharibə eləyək. Amma onlar hələ pozmayıblarsa, nəticəsi bəlli olmayıb axı. Bunlar zahirdə Qurana nizə taxmağa aldananlardılar. 4. Bunlar görərsən ki, dosta qarşı sərt, düşmənə qarşı isə yumşaqdılar. Bunların əqidəsi budur. Qiblə əhlini öldürmək olar. Namaz qılanı, müsəlmanı öldürmək olar. Kafirə qarşı vuruşmaq olmaz. İnanmırsınız? Baxın Suriyaya, zəmanəmizin xəvarij təkfirçilərinə. 1 il, 3 ay, 4 ay ərzində Fələstində, dünyanın hər yerində elə bir ölkə olmadı, Yaponiyadan Amerikaya, Afrikaya, hamısı qaldı Fələstini müdafiə elədi. Bunlardan səs çıxmadı vahabilərdən, təkfirçilərdən. Eşitmişsiniz? Əksinə dedilər, Həmas səhv elədi, Fələstin səhv elədi. İsrailə altdan nə yardım istən elədilər. Amma indi isə özləri Suriyada bir-bir evlərə, məscidlərə soxulub, uşaq başı kəsib, qadınları öldürüb selfie çəkirlər. Qardaş, 1 il neçə idi o ayələr oxuyurdun, baş kəsirdin, ha? O ayələr ki, indi oxuyursan, baş kəssən, ha?
Baxmısınız da, qoca arvadı öldürür, qoca arvadı. Ayağını qoyur onun üstünə, ona selfie çəkir. Özünə kişidir bu. Bunun dindən yox, kişilikdən məlumatı yoxdur. İyi yaparmı bu kişidən məlumatı yoxdur bunun. Belə bir adam özü oxuduğu ayəni, sən niyə İsrail üçün oxuya bilmirdin o ayəni? Sən uşaqları qətl, 18 mindən çox uşaq Qəzzədə öldürülüb. Onda bu ayələr yadıma düşmürdü. Quranda yoxsa bu ayələr yox idi. Ümumiyyətlə dinimizdə uşaq öldürmək olmaz. Mən sizə yalan demirəm ha. Amma bunların əqidəsi budur. Kafiri öldürmək olar, kafirin uşağı da kafir hökmündədir, onu da öldürmək olar. Özümdən demirəm, şər atmıram ha. Mən dəlillə, faktla danışıram. Ona görə onlar bu dəfə Suriyada körpə uşaqları belə öldürdülər. Evlərə girib uşaqlara dedilər ki, kimin başını birinci kəsək. Uşaqlara belə rəhm eləmirlər. İnanmırsınız, ardına qulaq asın. Bunlar Həzrəti Əleyhisselama qarşı qoşun topladılar. Müharibəyə hazırlaşdılar. İmam bunlara dəymədi. Nə fitnələrlə imam dəymədi. İmam nə zaman bunlara hücum əmrini verdi? İmamın bir sahabası vardı, Abdullah adında. Atası da sahabə olmuşdu. Çox paç, təmiz insan idi. Üzr istəyirəm ağsaqqallardan. Həyat yoldaşı hamilə idi. Keçirdi. Bunlar da yığışmışlar bir yerdə. Bu zaman onu gördülər və tez həbs elədilər. Ona dedilər, sən Həzrət Əleyhisselam haqqında və həkəmiyyət haqqında fikrin nədir? Muaviyə ilə Əleyhisselamın döyüşündə sənin fikrin nədir? O da açıq-aşıq dedi ki, mən Əlini sevirəm. Həzrət Əlidən dönmədi. Əvvəl ona dedilər, aman verir sənə. Yaxşı. Sən Əleyhisselamın tərəfdarısan, sənin qanun halaldır bitsin. Sən ancaq aman veririk. Nə ilə aman versə yaxşıdır? Peyğəmbərdən bir dənə hədis dinən bizə. Bax, bunların təfəkkürünə bax. Acaba bu adam öldürməlisə öldür də, hədislə niyə buna buraxsan? Bizə bir hədis dinən. Abdullah da mərd kişidir. Dedi ki, atam Peyğəmbərdən rəvayət eləyib. Məndən sonra fitnələr qalxacaq. Kişinin qəlbi o fitnələrdə öləcək. Necə ki, onun bədəni ölür. Bədən ölmür. Qəlbi də belə öləcək. Axşam o mömin olacaq, gündüz kafir olacaq. Bundan böyük fitnə var. Bunlara Peyğəmbərdən hədis deyir də. Bu hədis onların xoşuna gəlmədi. Sən bizə bu hədisi oxuyursan. And olsun Allaha, and işləri Allaha. Səni elə öldürəcək ki, səndən qabaq heç kəsi belə öldürməmişik. Bunlara bax. Adını müsəlman qoyanlara bax. Deyirəm axı, alınlarında səcdənin izni çoxu da Qurana əzbər, hafiz Quran idilər. Onu tutdular, əllərini bağladılar. Hamilə həyat yoldaşı bir neçə qadından oradaydılar. Onları da həbs elədilər, xurma ağacına bağladılar. Qulaq asın, bu yeri dəqiq deyə. Bunların namazı, ibadəti, səcdəsi, saqqalı, Quran oxumağı sizi aldadmasın. O xurma ağacında ki, bağlamışlar hələ öldürməmişdən qabaq Abdullahı, hamilə həyat yoldaşını, o xurma ağacından bir dənə xurma düşdü yerə. Onlardan biri xurmanı götürdü, atdı ağzına. O biri dedi, nə edirsən? Xurma ağacının sahibindən icza almısan. Əlin saldı, üzr istəm, onun ağzından xurmanı çıxartdı. Haramdır. Abdullah deyir, baxdı bunlar deyə. Hətta bir yerdə oxumuşam, bir xristiyan xurma ağacının sahibi baxır, deyir ki, bunlar hamilə qadını öldürüb uşağını, deyəcəyəm, nə edirdilər? Xurmanın. O biri qayıtdı dedi ki, ümumiyyətlə, sən get, halallıq al. Orada bir donuz var idi. Donuz İslamda Quran-ı Kərim əsasında əti nədir? Haramdır. O donuzu onlardan biri xoşuna gəlmədi, öldürdü. O bir ona qayıtdı dedi ki, sən neynədin, donuzu öldürdün sahibindən icza almadan. Durdu getdi, kafir, xristiyan donuzun sahibindən halallıq aldı ki, bağışda səni donuzu öldürmüşəm. Abdullah ibn Xava bunlara gördü. Dedi ki, əgər siz etdiklərinizdə sadiqsinizsə, mənə heç bir ziyan getməz. Allaha and olsun, İslamda elə bir iş görməmişəm ki, mənim İslamdan çıxmağıma səbəb olsun. Mən möminəm. Siz mənə aman vermişsiniz. Gördü, bunlar bu insanlardılar. Amma xavariclər yox. Sən, üzr istəyirəm, bu donuzla bizim üçün eynisən. Abdullahı orada vurub, başını kəsdilər. Hamilə həyat yoldaşının sorağına gedəndə yazıq qadın dedi ki, Allahdan qorxun, mənim bətnimdə uşaq var. Bugün baxın Suriyaya. Bu tarixdir, amma Suriyadakılar hamısı video faktlardır. İsrailin səsi çıxıb. İsrail ki 50 min adam öldürüb Qəzzədə. İsrail o gün deyir ki, Allah biz bunlara baxırıq, deyir, bunlar kimdə? O şeytan bəzilərinə baxırıq, deyir, sən də, mən bunu bazarmazdım, sən bazardın. Həyat yoldaşına rəhm eləmədilər. O xanımı öldürdülər, qısa ellə. Bətnində olan uşağını çıxartdılar. Bundan sonra Həzrət Əleyhisselama xəbər çatdı. İmam adam göndərdi.
ki, bu nə cinayət eləmişsiniz? İmamın nümayəndəsini öldürdülər. İmam özü gəldi söhbətdə, deyirlər, sənlə söhbətimiz yoxdur. Sən öncə qanın halaldır. Səni tövbəyə dəvət edilir. Allahu Akbar. Bir ilk namaz qılan, ilk müsəlmanı Həzrət Əli deyirlər ki, səni tövbəyə dəvət edilir. İmam Əleyhisselam ondan sonra döyüş fərmanı verdi. Və qeybdən də xəbər verdi. Hamısı öldürüləcək. 10 nəfərdən başqa. 10 nəfər qaçdı. Onlardan biri Məlun İbn Mülzəm idi ki, Ramazan ayında, Əhyə gecəsində İmam Əleyhisselamı və bunu da deyim, namərddirlər. Üz-üzə gəlməyə qorxarlar. Görmüsünüz də, Suriyada, İraqda, namərdliklərində, mən demirəm utanmam, hansı paltarda qaçmaqdan tutmuş, yalan danışmağa qədər. Amerikanın nökəri olmağa razıdırlar, İsrailin nökəri olmağa razıdırlar, uşaq başı kəsməyə razıdırlar, amma müsəlmanlara rəhm eləməyə, qardaşlıq eləməyə razı deyirlər. Namərddirlər, arxadan zərbə vururlar. Fələstində arxadan zərbəni vurdular. İsrailin başı qarışmışdı, Hizbullahla, Həmasla, bunlar Suriyada baş qaldırdılar. Hətta Yəhudi politologlar ilə ki, bu bir göydən düşmə bir şeydir. Suriyada elədilər, indi də qanlar tökülür. Bəli, qardaşlar. Amma axırıncı sözüm. İmam Əli əleyhissalam tanıyırsınız. Allahın aslanı, Zülfüqar qılıncının sahibidir. Onu qədər döyüş keçirdən olmayıb. Onu kimi pəhləvanların belini yerə vuran kişi yoxdur. Yeganə kişidir ki, döyüşdə qılıncı sınanda Allah onun üçün Zülfüqar qılıncı göndərib. Əmr ibn Əbdəvidlə döyüşəndə bu sözü deməyib. Mərhəbi yerə vuranda deməyib. Harisi yerə vuranda deməyib. Böyük pəhləvanları məğlub eləyəndə bu cümləni deməyib. Bunları öldürəndən sonra imam gör nə dedi? İmam buyurdu ki, fitnənin gözünü çıxartdım. Bunu mən elədim, məndən sonra heç kəs eləməzdi. Bilirsiniz niyə? Hamı deyir də, bunu necə öldürək? Kəlmə şəhadət deyir. Quranı əzbər bilir, alnında səcdə yeri var. Bunu öldürmək olar. İmama çox zülm elədilər. İmam minbərdə əyləşirdi, imamın sözünü kəsirdilər. Ayə oxuyurdular. Amma sonda imamı da elə bunlar namərdcəsinə şəhid elədilər. İndi siz baxın, Peyğəmbər də xəbər vermişdi bunlar haqqında. Məndən sonra Həzrət Əleyhisselam 3 dəstə ilə döyüşəcək. Kimdir o? Nakisin, Mariqin, Qasitin. Bu 3 dəstədən sonra Mariqin bunlardılar. Mariq kimə deyirlər? Dindən çıxanlara. Bunlara niyə xəvaric deyirlər? Çünki bunlar dindən çıxıblar. Müsəlman cərgəsindən bunlar hesab olunmurlar. Uşaq başı kəsən, qadınlara belə eləyən, bugün Suriyada bu cinayəti eləyənlərə müsəlman demək olar. Amma utansın, Coğlanı hakimiyyətə gələndə onu müdafiə eləyənlər, onun haqqında Bəşər Əsadı bəhanə eləyib. Bəşər Əsad nə də atası neçildə hakimiyyətdə bilirdi, diktator və ilaxır hamısın, ailə hakimiyyəti idi. Amma bunu yalandan deyil. İndi siz deyin, Bəşər Əsadın həbsxanasından, zindandan danışanlar, sizi and verirəm Allaha, bunların açıq-aşkar öz cinayətini elib, öz əli ilə video çəkdiyi, o zindanda, həbsdə, Bəşər Əsadın həbsindən daha betərdir ya yox. İndi bunlar özünə müsəlman deyir. Bunları müdafiə edənlər utansınlar. Mübarək Ramazan ayında, Allahın ayında məscidə sığınanları, müsəlmanları, xristiyanları, məsihiləri, ələviləri, deyruzləri heç kəsə rəhm eləyib öldürürlər. Bir daha görsəndi ki, Coğlanı elə Coğlanı baş kəsən Coğlanıdır. Bunu Səudiyyə həcə aparıb vaxtında Kəbə evinin içinə salmaqla, əyninə hacıların paltarını ehram geyindirməklə, o tərəfdən o biri onun saqqalını qırxıb qalastuk taxmayla düzələn deyil, dəyişəndir. Elə terroristin adı terroristdir. Nə dini, milləti, imanı olur olsun. Terroristdir bu adam. Gör nə günə qalıb. Müsəlman ölkəsində yazıq müsəlmanlar Rusiyanın hərbi bazasına sığınıblar. Namaz qılan, saqqal saxlayan, Quran ayəsi oxuyan baş kəsəndən cəmaət yığışdı orada Rusiyanın hərbi bazasına. 7000-dən çox insanı orada bazada saxlayırlar. Elə bizi buraxmayın. Bu bazadan çıxdı, bizim başımızı kəsərlər. Çoxu da qadınlar, uşaqlardır. İndi siz bunları gördünüz, eşitdiniz. Mənim sizdən bir dənə xahişim var. Bu sözləri mən elə belə demirəm. Mənim də bunları danışanda ürəyim ağrıyır. Oxuyanda mən Allah şahiddir, inşallah başqa cür başımda, gözümdən yaş gəlir bunları oxuyanda, o kadrlara baxanda. Bunları tanıtdırın. Bunları bütün dünyada tanıtdırın. Ailənizi qoruyun. Azərbaycanda, vətənimizdə olan bu adamların da haqqında danışın, ayıldın. Çünki bunları hara ayaq açıblarsa, əvvəldə yalandan Quran oxuyub, yalandan o ölkənin rəhbərini tərifləsələr də, necə vaxt var dedilər, Allahu Əkbər, Bəşər Əsad rəhbər, amma sonra Bəşər Əsadı zalım çıxartdılar. Bəli. Bunlardan özünüzü qoruyun. Allah, and verirəm Allah Taala'na. Peyğəmbər onun pak əhli beytinə. Bu Ramazan ayının hörmətinə Allah Taala bizi bu İslam ümmətinin içərisində olan xəvaricin şərrindən hifz eləsin.